Belə bir hündürlüğe çıxmışam. Bizim aşağı qəbirstanlığın üstü. Yuxarısı bu Camal dayının evinin üstündən durmuşam. Odur yuxarı qəbirstanlığı çəkirəm. Təmizlənilən, görülən işlər bax. Necə təmiz, səlqəli görsənir. Allah burada uyuyanların hər birinə rəhmət eləsin. Bugün Yuxarı Məhəllə qəbirstanlığındayıq. Qəbirstanlıqda qəbirlərin vəziyyəti, onların dağıdılması, qəbir daşlarının güllələnməsi, şəkillərin güllələnməsi, qəbirlərin qazılması, bütün bunları çəkib qalmağını istəyirik. O mənada təmizlənəndən sonra bunları çəkmək rahat olduğuna görə bu çəkiliş eləyirik. Hazırda durduğumuz rəhmətli İsmailin qəbridir. İsmail çox gənc rəhmətə getdi. Allah rəhmət eləsin. Qəbrini tamamilə dağıdıblar. Baş daşı yox, sinə daşı yox. Qəbrin yanından qazıblar. Bütöv dağıdıblar. Yəni, belə bir vəhşilik törədiblər qəbirlərə qarşı. Bu qəbirlər isə Məmməd Həsən babanın və Salatın nənənin qəbirləridir. Bunların da baş daşını götürüblər. Yəqin ki, aparıblar, yoxdur, başdaşın sınığı da yoxdur. Allah rəhmət eləsin. Bu isə Qurbaninin qardaşı olub, kiçik yaşda rəhmətə gedib. Allah hamısına rəhmət eləsin. Biraz yaxın dursun. Daşlar qoyulub belə, qardaşının məzarıdır. Allah rəhmət eləsin. Əslində, kiçik yaşlıların yeri cənnətdir elə. Yerləri cənnət olur. Qəbridir. Bunu da yəni başdaşı hamısını aparıblar, yoxdur. Burada da qəbri qazıblar yanlarını. O qəbir kimindir bilmirəm, ad yoxdur. Heç nə yoxdur üzərində. Bu kimindir mi? O bəylərin oğludur. Körpə uşaq olur. Gəlmirəm. Bəylər oğlu, hə. Bu Mayangül'ün qəbridir. Bu isə bura yaxınca. Bu Nərgiz xalanın qəbri olur. Bax, daşı çək, daşı da, burada da daşı gülləliyib. Namazlar. Bu baba dayının qəbridir. Orada da gülləliyib. Burada da daşın bax, şəkili gülləliyiblər. Daşı sındırıblar aparmağa, sınıb aparmayıblar. Şəkilləri gülləliyiblər. Hə, Əvəz müəllimin qəbri. Məsəf əvəz. Hə, gəl burada çək. Burada şəkili gülləliyiblər. Məsiyev Əvəz. Ata kişi oğlu, bir hissəsi də burada. Allah rəhmət eləsin. Bizim müəllimimiz olub Səfa. Allah rəhmət eləsin. Sinif müəllimi. Bəli, bəli. Bizim hər kimi Səfanın da, mənim də üstad sinif müəllimimiz olub. Bəli, bəli, biz gəlmişik. Rəhmətə gedəndən sonra məktəbdən qəbir üstünə gəldik. Yadımdadır, qabaqda bizim sinif idi. Ən son bizim müəllimimiz olub. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Burada da bax, gördüyümüz kimi köhnə qəbirlərdir. Bunlar da, yəni, bəli müəllim. Oradan çıxıb daşın ortasından çıxıb.
baş daşı yoxdur, kimin olduğunu ona görə aydınlaşdıra bilmədim. Yəqin tanıyanlar baxıb bilərlər. Biləcəklər bəli. Yəni burada daş var, görürsən. Ha, qəbri burada da bütün dağıdıblar, qazıblar. Hə, burada da qəbirlər olub. Tamam dağıdılıb bunlar. Bu daş üzü qumlu qalıb, daşı qaldıra bilməyəcək. Amma kimin qəbri olub bilmirəm. Dəngül, yadigar. Allah. Ben uşak adamı gibi de bu. Hərif tapmadım. Gəl. Bu da görünür mərmər olub. Keç bəri. Yox, daşı sındırıblar, daşlar buradadır. Bu da bir baş daşı buradadır. Bir də baş daşı yarısı buradadır. Yəni çıxardıb aparmaq istəyiblər, sınıb ona görə də qalıb. Bu Yaqubova Bənövşə Abdun qızı. 1895-1990. ...1895. Bu da bizim şəhidlərimizdir. Bu isə Aynur və Bənövşə şəhidlərdir. Bayaq dedim, baş daşını güllələyiblər. 3 yaşında uşağı körpəni bunlar məhv eləyiblər. Azmış kimi baş daşını da sındırıblar. Baş daşını sındırıblar, dağıdıblar hər ikisində. Bax bu körpüyə qıymaqları azmış kimi onun baş daşını da 3 sındırıblar. yaşı olub. 1989-1992. 3 yaşında. Gəl bax, bu vəhşiliklərini. Qəbri. Bu daşı da bu. Burada da ad familiya burada olur. Yox, yazı yox. Yazı yoxdur, ad yoxdur. O da köhnə qəbirlər olub, eləmədim? Onlar da götürülməmiş qəbirlərdir bunlar, bax. Orada da olub, burada da olub. Buradadır. Bu hissədə var mı qəbir? Yox, bu sonradır bura. Yəni, burada qəbir var, bunun da baş daşı yoxdur, aparılıb. Bura baxdıq. Bu qəbri də bax. Amma baş daşını aparıblar, həm də Qazıblar. yanını qazıblar, dağıdıblar. Kimdə ad var? Ağayev Tahir. Kim? Tahir, hə. Ha, Ağayev Tahir. İsmail. Bir daşı buradan da çəkə bilərsən. Bu da yəqin. İbrahimova. Nurhan'ın. Nurhan'ım. Şu çocuğa da çəkir. Axorlar orada olmalı. Nurhan'ım yazdım. Ha? Nurhan'ım. İbrahimova. Nurhan'ın. Çölcan salma. O şutla birine bakın. Kim kızı? Kim? Sana çok hayran. Alışan kız. Alışan kızı. Tarih şeye bak. 92. 1892-1988. Onda daşı oradan getiriblər. Burada apara bilməyiblər yəqin. Bu o qəbirdə, oradadır bu. Oo. Başdaş. Hə. Bu değil, bu değil. Yox, Bunun yox. daşı buradadır. Onun daşı oradadır. Tahirin Bu qəbri. əhvər baba oradadır. Bu daş oradan gəlib bura. Aparmaq istəyir. Tahirin çəkir. Çəkdim, çəkdim. Bu isə balı.
Buradan göndərebiliriz. Elə bax, Nurxanım xalanın Bu bir dəqiqə bunun buradan gedir. Qəbrin bax, biraz yanlarında daşla hörünün zadlı olduğuna görə elə biliblər nəysə var, qazıblar. O Nurxanım xaladır. Bu Əkbər babadır. İbrahimov Əkbər Mahmud oğlu. Təvəllüd lisədir. Təvəllüd 88. 1888, 1978. 1978. Sen oku görüm. buyur. Bundan bir təmiz elə. İstərəm əbədi cənnətdə o yatım. Cənnətdə yatım. Vətən torpağında zəhmətkeş Atadır. atadır. Dünya Dünyanın sultanı ata dünyası kızı olur. ha, var. Aşağı, aşağı, aşağı. Çekmir onu deyirsən. Çekmir onu deyirsən. Çöl. Paşa babanın qəbridir bu. Həyata bəxş edən odur insanı. Həyata bəxş edən. Allah rəhmət eylesin. Allah rəhmət eləsin. Bunu da qazıblar, mənfurlar. Qara keçən dəfə bayan qədər doldurdu buraları. Kimindir? Bu Mənsurun, Osman müəllimin oğlu. Və burada baş daşından M-N qalıb, qalanı yoxdur. Amma sinə daşında yazır sevimli valideynlərindən əziz Mənsura əbədi yadigar. Baş daşı yoxdur, sinə daşı qalıb düzdür. Sınıb müəyyən hissəsi aşağıdan. Yəqin götürmək istəyiblər, götürə bilməyiblər. Yanın qazıqlar qara sağ olsun, torpaqla da doldurdu. Allah rəhmət eləsin. Cavan rəhmətə getdi. Tarix göstərilməyib, amma çox cavan rəhmətə getdi. Yəqin tarix baş daşında olub. Hə, Babayev xanış. Allah rəhmət eləsin. Ya bura. Kimdir? Ha. Mahmudova Gülbuta Abbas qızı. Qəbri bunu da güllələyiblər. Bax, şəkil güllələnib. Allah rəhmət eləsin. Ben görüm bunu. Gözüm öldürürdü ki, yarısın taksın. Yarısın Ben- hardan? Abbas babanın. Əzələrə bax. Ha. Baraqal dənizi işləsin. Bu Abbas babadır. Yox. Bu Abbas babadır, hə. Yox, onu. Hərbiçilərdir. Odur da. Ayrı kim olur? Burada ad var. Burada Şahverən Kərimov Əmir Şahverən oğlu. 1897-1970. Bu qəbirə bax, bunda. Har, qazıblar başdaş hissədən. Baxıblar, neyniyiblər. Bu isə Kərimov Həmzə Şahverən oğlu. 1896-97. 1896-1971. Kərimov Səvcili 1871-1971. 100 yaş olub. Oo, Kimdir? Kərimov və Səvcili. kimdir o? Ay, Sadım Şəfqə xalanın ananəsi. Hə, keçsin o kimdir? Kərimov Əliş Şahkərəmoğlu 1840-1969. Baxdığımız daşlar içində burada hələ ən şeydir. Salamat qalan. Yox, daşlar. Bu kimin qəbri? Hacıyev, oğlan sahib oğlu.
Allah rəhmət Allah eləsin. rəhmət Çox cavan rəhmətə getdi. Mən İsmail də yuxarıda baxdıq. Bu oğlan da cavan rəhmətə getdilər. Bütün dağıdıblar. Nəysə təzə bir həftə zad ola yəqin bu işdən. Keçən dəfə biz qəbirstanlığı düzəldəndə bu dəmir yox idi, şəkil yox idi. Təzə gəlib qoyub, kim qoyubsa sağ olsun. Ayrı xanım. Bin 900 Yoldaşı çıldırsa ama böyle bir şey yok. yukarı iniyor oradan. Ve 883. 1883 1950'de. Yukarıda neyse oku. Altmışlar. At familyam. Neyse okuyabilirsen onu. Ne başka bir ne mi de sayfasını sokmalı. Geldi. Dinlemelesen dinle. Tarih ne oldu burada? 1800. Ses hesap. İşte bu 1880. 1900 1960 60 diyorsa 60. diyorsun. Ad okuyabilmedim işte. 1860. Yok 1800. Bu şəkillə çək. Sonra böyüdə. 1800 neçədir? Tabii, 80. 1880 neçədir? 80 düşdü, bir də 1900 deyəsən ya 1960. 60'dır. Bura bax tal. De. Qəbri tamamilə yəqin texnika ilə döndəriblər bunu. Azıblar aşağısını texnika ilə də döndəriblər. Burada da köhnə məzarlar var. Bax. Onları ayırt edə bilmirik hələ. Yəni götürülməmiş məzarlardır, daşlar da yazısız daşlardır. Bu kimdir? Kərimova. Kərimova. 1933-1959 kimdir bu? 1900 da. Kərimova. Təbərrik. Kərimova təbərrik. Ha bu hə. Ha? Teymur. Dedi. Qəhrəman Hələ şey. Aşan məzarıdır. Aşağı məzarda. Dibər tərəfdə. Baxım o çox da. Mən təmizliyim. Aşağıda. Aşağıda nə bu? Oğludur o. Qəhrəmanov Teymur. Teymur Oğlu buradır bax. Cabbarov. Cabbaroğlu ay yaşa. Qəhrəmanov Teymur Cabbaroğlu. Seymurun babasıdır. Sağ olsun Seymur.
Yaxşı iş görüb buralarda. Onu baxıb görürsən. O da şeyden olur. Şimdi deyir. Köynəli qoyuna yazıq. Ya. Safa sayrıq görə bilirsən. Ona baxıram, bura bir dənə baxaq. Ora yazır. Sizin tarifine yazır. Ha? Bir dəqiqə. Götürürə. Əlvi götür baxaq. Nədir bax bunlar? Bir dəqiqə. Tə. Yəni təcrübə deyil, nə deyil. Müəllim, burada da bax bir neçə məzarlar var ki, köhnə məzarlardır. Burada da qəbirstanlığın bu hissəsi qəbirstanlığın köhnə hissəsidir. Hə, belə hiss oldu. Buradan yuxarı başlanıb gedir. Düzdür, orada burada arada əvvəl ata-babalarının qəbir olanların yanında sonra dəfn olunub. Amma bu qəbirstanlığında aşağıdan başlayıb yuxarı gedir. Köhnə, görürsən bax burada itmiş qəbirlər var. Köhnə daşlarda olan itmiş qəbirlər var. Tarix nədir müəllim? 1940. Bunlar köhnə qəbirlərdir. Hamısı dağılıblar. Bax burada. Nabat. Hə, keçən dəfə bunu oxuduq biz. Nabat. 60 eserdir bu. Görün saxla. Şötkağı görün. Hə, buyur. 1929 1949 Şaxalan bacısıydı bu. Bəs bu nə? Oxunmur bu. Çox da belə iri qəbirdir. Bu da köhnələrdəndir. Nə qəbirdir oxunmur. Burada da bax, balaca daşlar var. Köhnə qəbirstanlıqlar hiss olunur. Batan qəbirlər var. Qəbir yerləri sala qalıb. Hə, bu hissədə, burada da bu hissə. Köhnə məzarlıqdır. Bura bax, bu da həmin qayda ilə. Görürsünüz, bu daşdaşda. Müəllim, bu baş daşına baxın. Bax, bu da fərqli bir şeydir, bax, görürsünüz. Nə bunu? Elə deyə qoysaysan. Bunu Adi daşdı, heç mi yazdı? adi daşdır. Elə bil. Burada da mürüşsüz yazılır belə. Bu da həmin qayda ilə köhnə daşlardandır. Burada da bax, belə bir daş var, qədimli hiss olunur, amma heç nə oxuya bilmədik. Bölünməli, o da köhnə. Sən onun üzün təmizlədin sən orada. Baxa bilsin. Bu da qəbir qəbir. tamamilə köçüb. Bəli.
Bu yuxarıdakılar hərflərdir. Rəqəm harda gördün? O biraz açık. Rəqəm budur, bax, budur. Nə görürsən burada? Yani ben tanımıyorum. Ərəb hərfləridir. 1600 neçədir mən? Yani Qarışıq deyə bilmirsiniz. Ərəbdir, yoxsa sonrakıdır. Bunlar Şöyle qəbir yerləri. Daş deməli. Qəbirstanlığına qəbir. görmədim. Bu qəbir Yusifova Zümrüd ağa qızı. Ağa Kirvəm, Zaman Kirvəmin nənəsidir. Allah rəhmət eləsin. Özdə gənc rəhmətə gedib 1905-1958. 53 yaşında. Yes. Bu isə iki qəbirdir, bir baş daşı qoyulub. Yan-yana iki qəbirə bir də baş daşı qoyulub. Babayeva Sayat Həsən Xan qızı 1954-cü ildə vəfat edib. Digər isə Əliyeva Sada Abbasqulu qızı 1961-ci ildə vəfat edib. İkisinə bir baş daşı qoyulub. Bizdə belə bəzəkli bir baş daşıdır. Bəli, görsən ki, bu iki qəbirdir. Bax. Yan-yana iki qəbirdir. Ona görə, amma ortadan bir dənə baş daşı qoyulub. Mərkəzdə qoyulub baş daşı, bəli. Bəli, bu. Heç nəyini oxuya bilmədik. Bunlar hardaysa nisbətən qədim qəbir, köhnə qəbirləri daşlarıdır. Yazıları qarışıqdır, ərəb və hazırki Latin qrafikası ilə yazılır. Tam kimlərdir, tarixlər onu oxuya bilmədik. Buyurun. Bu Həsənov Nüslət Azadoğlu. Baxırsan, şəkilin gülləliyiblər, şəkili nişan alıblar. Şəkildən qisas çıxartdılar, daşın üst hissələrini sındırıblar təmiz. Bu biri isə Qüdrət dayınındır, iki qardaşdır. Bunun da şəklini həmin vəziyyətə salıblar. Şamilin dayılarıdır bunlar. Namətdə şəkil gülləliyiblər. Hə, şəkili gülləliyib, şəkili nişan qoyublar yəqin şəkilə. Cansız daşdan qisas alıblar. Bəli. Əslində biz onlardan qisas almalıyıq. Onlar bizim nəyimizdən qisas alırlar. Bu qəbir Babayev Abu Talib Cəfərqulu oğlu 1895-1970. Başdaşın sındırıblar, sınığını elə belə qoyublar, gələnlər yan-yana qoyublar. Başdaşı tamamilə sınıb. Yəqin aparmaq istəyiblər, sınıb atıblar. Bu Səbirə xalanın qəbridir. Onda nəyi varsa, sinə daşı, baş daşı dağıdıblar, sındırıblar. Mərmərin bir hissəsi sınıb qalıb, qalanı yoxdur. Bu biri qəbir Babayeva Gila Qara qızı 1898-1987. Burada da başdaşı sındığına görə qalıb. Yəni o məni ona görə aparmayıblar. Bununla da demək olar ki, qəbirstanlıqda olan bütün qəbirlərin hansı ki oxuya bildiyimiz oxuduq, oxuya bilmədiyimizin çəkilişini elədik. Ola bilər ki, baxanda kimlərin yaxınıdırsa, qohumudursa tanıya bilərlər. Allah hamısına rəhmət eləsin. Təmizlənəndən sonra qəbirstanlıq bu işi başa çatdırdıq indi. Yəni tarixdə qalmaq üçün bu işi gördük biz. İndi hər kəs də baxıb tanıdıqların deyə bilər, biz tanımadığımız, bilmədiklərimizi deyə bilər. Bütün qəbirstanlıqda yatanlarımıza Allah rəhmət eləsin. Ruhları şad olsun. Allah rəhmət eləsin. Bir dənə belə göstərim qəbirstanlığa bax.
Çox sağ olun müəllim. Allah köməyinizdə dursun. Hacı Nadir, sizin təşkilatçılığınızla biz də sizə qoşulduq. Bu gözəl aksiyanı yerinə yetirdik. Bugünkü gün hər bir gələn öz yaxınlarının məzarını rahat tapa bilirlər. Bundan da biz qürur duyuruq ki, bu əziyyəti çəkdik. Kiməsə bir düzü də olsa bir şərait yarada bildik. Allah xoşlar olsun. Əvvəlcə də mən dedim ki, hər kəs əziyyətini halal eləsin. Bir daha biz də öz əziyyətimizi halal eləyirik. Allah rəhmət eləsin.